Yepyeni bir videoya hoş geldiniz. Bugün sizlerle birlikte Fır Legendas oynayacağız. Oyun yüklenir. Oyun bu arada Azərbaycanca modu yoktu diye Türkçe de koymuşam. Belə bir maşınımız var. Belə gözümüzü de buradan açıp bağlayabiliriz. Buradan açıp bağlayabiliriz. Oyunun linkini yani adını aşağıdan koyarım. Belki link de koydum hatta. Bu arada maşınımızı yepyeni yeri pul veririz. Burada bir tane güzellik yol tutuşu olan bomba bir tane tekerimiz var. Bununla oyuna gireceğim. Bu arada maşının da güclüdür. Yani yıldırmışam. 310'du nə də 30'du verildi. Bir tane bölge tapaq. Bura girirəm. Pis də olsun bir də yerdə. Bura yaxşıdır. Deməli maşın çox güclü bir maşındır. İndi səs də verirəm. Və sakitcə sürürəm sadəcə. Yol tutuş təkəri olduğu üçün sürüşməyəcək. Normalde oyun drift falan oynudur, sürüş oyunudur. Amma mən yol tutuş təkəri qoyduğum üçün sürüşməyəcək. Ən tez formada bir yol çəkməyə çalışacağım bu arada. Sürüçərkən yani gec sürücür ama sürücəndə də tutmaq olmur. Ne tez çatdım ama. Yani burada drift olsun. Gördüğünüz gibi sürüçərkən çox gec sürüşdüm. Başka yerdən də geri qayıdacağım. Bir tane drift gelsin. Gördüğünüz gibi təşərin de gücü var yani. Bir tane sakin. Yani dikkat edemiyorum maşının nasıl oldu. Bu arada təşəri bir tane. Təşəri değişim. Bu arada bir tane yol tutuşu çok da olmayan 100 olan yani o biri 150 idi. Bir tane drift'e uygun təşər seçtim. Tabii ki drift'e başlayacağız şimdi. Ama bu yol yani drift'e uygun olmamana rağmen. Yani drift'e uygun değil hem de biraz mandaltı yani zayıf sürüyorum. Yani bu drift'e uygun aslında değil. Yine de size göre yani eləməyəcəm. Maşını da darmadağın vereceğim. Gördüğünüz gibi sürmek meselesi değil, yol da balacadır yani. Ben sürmek formasında yani sürebilirim diye düşünürüm. Ama yani yol çok sıkıntılı. Ben səhv yerə gəlirəm, burası çıxaq. Aha, istediğim an geldi. Gel buradan sağ sol. Yani fərqi yoxdur harda drift elədim. Axır ki
Drift eləyəcəm, yəni çimərlikdə olsa da, harda olsa da, göldə olsa da. Yəni yolu maksimal döndərməyimə rağmen gördüyünüz kimi arası dönə bilmir yəni. Təşəri çox sürüşkənli təşər elədim. Onun da bir yəni performansı var. Amma özümdə də biraz driftə uyğunluq az olduğuna görə yəni başa düşərsiniz. Yəni bir dənə drift bölgəsinə girib orada eləyirəm drifti. Allah, maşın dağıldı. Bu bölgədə bu qədər drift eləyə bilərəm. Bu arada yəqin ki deməmişəm, amma bu oyunu yəni qoşulmaq da olur. Bunlar gördüyünüz online oyuncular. Görək bir-birimizə deyə bilirik, yox, içimiz. Yəni istəsəniz içimiz də keçə bilirik. Yəni özünüz ayarlayırsınız, istəsəniz şey də ola bilir. Və burada drift. Amacımız bunlardan keçməmək olmalıdır. Bu arada maşınımızın gözlərini də açaqdır. Bu arada çox da səs vermək istəmirəm. Yəni artıq səs mənim özümü də eşidə bilməlisiniz. Yorumlarda yazarsınız bu arada necə çox verim səsi, az verim. Yəni yol tutuş drift eləyir. Gördüyünüz kimi yolla gedirik tam-tamına. Aslında driftdə yolla getmək önəmli deyil. Yəni bir də yol tutuş drift eləyirikdə. Bir də sürət testi də eləyir bu arada. Gördüğünüz gibi yani tormuzumu da biraz daha güçlü eləseydim. Bu arada bu təkərlə birlikdə uyğun bir təkərlə bilmirəm yəni ödəyəcəm. Oyun hara getdiniz? Oyun yəni oyunda belə bir problem var ki bölgədən düşə bilərsən. Yəni necə girdiyimi dəftər göstərirəm. Mesela için bir parkı. Gördüğünüz gibi ruşnoyu çəkəndə də daha dayanı bilmirəm. Onun driftisi olmuyor. Böyle yani bir tane sürət test edirəm drift təşərilə. Yani Aras 500 vergi, 300 vergilikdir. Allah gördüğünüz gibi bir tane oyunda da gösteririm size oyun gücünü. Bu arada aracı yani maşın birinci böyle güçlü olmur. Sonra ben turbo motor falan koymuşum. Yani gözü olan böyle ışık farları açıp kapalan yani maşınları xoşladığıma göre bunu yazmışam. Bu aslında güçlü bir maşın değildi. Bir tane drift'e uyarlayabilirik. Yani ben bunu çok da az vaxtda öyrəndim, ona görə yani belə drift eləyə
Hatta burada size bir tane belə bir yerdə daha göstərim. Sürət az olduğuna görə. Turbonun bir dənə səsini qularsınız. Səsini üstə eşitməyəcəksiniz deyə yəni səs çıxartmayacağım. Bir dənə əsl adamla da beysə ataq. Aha gəldi. Oo, bunun arazı da pis deyil. Amma mənki daha güclüdür. Yo, bu yığıb olur. Oha. Amma məzələnsən. Sən nəsə vergiliksən. Ama görmürəm. Neyse usta. Yani neyse vergili olursun. Drift'te uyarlı benim ben. Ama karşımı görmediğime göre biraz beğendi dala düştüm. What? Ama bunda 2 nəfərdir. Nasıl elədim? Elə dedim ancaq driftdir. Ona görə bunu görmüşüm elədim. Neyse yenə də qabağa düşdüm ama inanmıram orada. Ya oğlum. Yenə girsə. Bunda tam da fərqli olmadı. Girmədiyimə görə ayacıdır. Neyse. Yeniden gireceğim. $321 vergildi bu arada. Maşının yadımdan tutmuştu. Bu arada burada gelmediğine göre burada kapışmada gireceğim. Gitti yala. Havayı tuttu. Bunları bu arada özüm monte etmişim. Bu arada drift'i görürsünüz yani. Drift teşebbüsü necə olmalıdır. Maşında yani kontrol sistemi olduğuna göre böyle rahat drift edirəm. Bip bip. Ola bu necə ötün? Ola maşın. Hara vurursan? Neyse. Mənə toxunduğuna görə mən yıxa bilmədim yani. Başa düşərsiniz belə düşünürəm. Yani keşke fəydasın da. Mən zıttım. Ay. Neyse. Bu mənə burada ədalətli olmadı. İki eyni o maşını kapışır ama mən yıldırdığıma görə dördündə bir metre gördüğünüz kimi dala düşüb. Bax. Maşın drift belə olur ya. Ama bu da güclü nəsə keçdi. Bayaqçısı zəif idi. Bunu udacaq da deyirəm. Ama bunlar necə keçirlər axmanlar? Ama mənə dəymədi.
burada necə yıxırlar? Hayda. Wow. Sonuncu defa burada da oynayıp videomu bitireceğim. Bu arada dostlar, heç kim girmədiyinə görə sağ olun, salamat qalın. Gələn videolarda görüşmək. Ya da o girdi. Oh. Öyle bir şey çok cüzdürsən nəsə. Bir dəmdir çıx ya. Oğlum neyiniyim? Abi ne kadar vaxt oynayır ki? Ben bu bölgəni bu arada oynamamışam heç. Yani bir dəfə falan oynamışam. Ona göre. Buna bak bir dənə. Maşın gücünə baxın. Orada axıra qədər getdi. Çalmaq bilməyəcək döndü. Ama sen bu bölgəni ne kadar oynamışsın? Ama ben 0 oldum ya. Allah'ım, ama oynayabilmirəm axı. Neyse. Dostlar, bugünlük bu kadar. Sağ olun, salamat qalın. Gələn videolarda görüşmək ümidiyle.